Berlindən hamıya salamlar. Bugün sizə Advent kalendar ənənəsi haqqında danışmaq istəyirəm. Bu adətin arxasında Alman protestant ailələri dayanır. O vaxtlar uşaqlar milada qədərki günləri saymaq üçün hər gün divara bir xətt çəkirdilər ya da 24 şamdan birini yandırırmışlar. İlk dəfə 1908-ci ildə Gerhard Lang adlı Alman üzərində pəncərələri olan, hər gün biri açılan advent kalendar hazırlayır, çap eləyir. Onun anası uşaqlıqda ona kartona yapışdırılmış 24 kiçik peçenye verirmiş və hər gün birini açıb yeməyə icazə verirmiş. Niyə 24 gündür? Advent dövrü 1 dekabrdan 24 dekabra qədər ki, Milad gecəsinə qədər olan gözləmə vaxtını simvolizə eləyir. Məqsəd uşaqlara səbri, sevinci, gözləməyi, bölüşməyi öyrətməkdir. Şokoladlı advent kalendarlar isə 2-ci Dünya müharibəsindən sonra yaranıb, sonra isə bütün Avropa və dünyaya keçib. İndi isə demək olar ki, hər şey üçün advent kalendar var. Parfüm, bijuteriya, kosmetika, uşaqlar üçün, böyüklər üçün, hətta ev heyvanları üçün, pişiklər, itlər üçün belə advent kalendarları var. Balaca qızım şokolad advent kalendarı almışdı. Böyük qızım kosmetika. İkisinin də səbri çatmadı. Eyni ki, bir gündə açdılar bütün kalendarları. Mən isə günümün çox hissəsini mətbəxdə keçirən biri olaraq ədviyyat və cem marmeladən kalendar almışdım. Ədviyyat kalendarını çox bəyəndim. Kalendarın içindən ədviyyatlarla birlikdə kulinariya kitabçası çıxmışdı. Kitabçanın içində hər biri ədviyyat üçün ayrıca izahlar verilib və resept ideyaları var idi. Marmeladeləri yedikdən sonra bankaları yuyub ədviyyatlar üçün istifadə eləmək qərarına gəldim. Sizə xoş seyirlər.